Salam uşaqlar. Bu gün inşallah sizlər üçün bu sualın ən asan qaydasını izah edəcəm. Deməli, tarazı qatlıqda hidrogeni verib 6 və deyir ki, hidrogenin 20% sərf olunub. Yəni reaksiya daxil olub. Mən bilmirəm axı başlanğıcda nə qədər əlimdə hidrogen var. Bilmədiyim ədəd nə götürəm? Mən götürəm x. Deyir ki, x-in 20% sərf olunub. X-in 20% nə qədər edir? 10-da 2x, yəni 10-da 2x yazıram sərf olunma qatılına. Daha sonra mən bilirəm ki, sərf olunan və taraz qatının cəmi mənə verir başlanğıc. Yəni x nəyə bərabər olacaq? 10-da 2x plus 10-da 6. Buradan 10-da 8x bərabər olur 10-da 6-ya. X bərabər olur %75-ə. Aha, tapdığım bu %75-i gəlirəm qoyuram bax bura, x-lanın yerinə. Onda burada necə olacaq? 10-dakı vurulsun 175, eləyəcək %15. Tapdım %15 hidrogen qatılını. Əgər reaksiya 1-in 3-ə nisbətindədirsə, onda azotun sərf olunma qatılığı hidrogendən 3 dəfə az olacaq. Yəni olacaq %5. Bizə amonyakın tarazı qatını soruşur. 1 mol azota 2 mol amonyak alınırsa, bəs %5 mol sərf olunsa nə qədər alınır? Buradan doğru cavab çıxacaq. 10-da